Pakistanda keçiriləcək danışıqlara bir gün qalmış İran Milli Təhlükəsizlik Komitəsinin üzvü Əli Xəzriyan bildirdi ki, Birləşmiş Ştatlarla müzakirələrdə parlament sədri Məhəmməd Baqir Qalibov iştirak etmək niyyətində deyil. Çünki İranın aydın gündəm olmadan danışıqlara qatılması heç bir nəticə verməyəcək. Bu sadəcə Birləşmiş Ştatlara enerji bazarlarını idarə etmək üçün vasitə yaradacaq. Amma maraqlı məqam odur ki, bundan əvvəl İranın ali dini lideri Müctəba Xamneyinin İslamabad müzakirələrində iştiraka razılıq verdiyi açıqlanmışdı. Əl-Cəzirə telekanalı isə hər iki tərəfdən ilkin nümayəndə heyətlərinin İslamabada gəldiyini elan etmişdi. Lakin bu xəbərdən bir neçə dəqiqə sonra İranın dövlət televiziyası məlumatı təkzib etdi. Analitiklərin fikrincə, Tehran danışıqların çərçivəsini əvvəlcədən formalaşdırmaq istəyir. Eyni zamanda son anda geri çəkilməklə İran danışıqları pozmur. Sadəcə təxirə salır və öz mövqeyini gücləndirmək üçün əlavə vaxt qazanır. Qalibov kimi yüksək ranqlı fiqurun iştirak etməməsi danışıqların səviyyəsini aşağı salmaq və ya prosesi qeyri-rəsmi fazaya keçirmək deməkdir. Bu, həm də ABŞ-yə dolayı yolla mesajdır ki, bu format bizim üçün prioritet deyil. Amma eyni vaxtda ilkin nümayəndə heyətlərinin güya İslamabada gəlməsi xəbəri göstərir ki, İran qapını tam bağlamır. Sadəcə rəsmi çərçivəni dəyişir. Tehran tez-tez qarışıq siqnallar verir ki, Vaşinqton onun real niyyətlərini tam oxuya bilməsin. Buna diplomatiyada duman effekti yaratmaq deyirlər. İrandan gələn açıqlamalardakı qeyri-müəyyənliyin digər səbəbi xarici siyasətin bir mərkəzdən idarə olunmaması ilə də bağlı ola bilər. Ali lider xətti, parlament, təhlükəsizlik strukturları və diplomatik korpus eyni məsələyə fərqli yanaşır. Müctəba Xamneyinin razılıq siqnalı verməsi ilə parlament xəttinin geri çəkilməsi göstərir ki, sistem daxilində hələ yekun konsensus yoxdur. Bu isə o deməkdir ki, İran danışıqlara vahid mövqe ilə getməyə hazır deyil. Digər tərəfdən İran daxilində hər hansı güzəşt görüntüsü siyasi risk yaradır. Ona görə də əvvəl razılıq siqnalı verilir, sonra isə daha sərt mövqe nümayiş etdirilərək balans qurulur. Dövlət televiziyasının sürətli təkzibi də məhz bu daxili nəzarət mexanizminin göstəricisidir. İndiki şəraitdə informasiya axını mərkəzləşdirilir və sərt xətt dominant göstərilir. Tehranın bu gedişləri isə Vaşinqtonda vəziyyəti çətinləşdirir. Birləşmiş Ştatların Kapitoli binasında müharibə əleyhinə etiraz aksiyası keçirilib. Etirazçılar İrana qarşı müharibəni dayandırmaq çağırış eləyiblər. Müharibənin uzanması Trampı çətin vəziyyətə salır. Üstəlik danışıqlar olsa belə Birləşmiş Ştatlar nümayəndə heyəti təcrübəli İran diplomatları qarşısında danışıqlarda çətin vəziyyətdə qala bilər. Çünki İran tərəfi öz sahələrini yaxşı bilən peşəkarlardan ibarətdir. Birləşmiş Ştatlar tərəfi isə eyni səviyyədə təcrübəyə malik deyil. Vaşinqton etibar etdiyi peşəkar ekspertlərdən ibarət komanda gətirməsə, rəqabətə davam gətirə bilməyəcək və mümkün danışıqlardan ən real nəticə ümumi prinsiplər üzrə razılıq və atəşkəsin uzadılması ola bilər. Tramp isə üzləşə biləcəyi problemləri əngəlləmək üçün Tehranın gec-tez danışıqlar yoluna gələcəyindən əmin olduğunu deyib. Hətta hədə-qorxu gələrək bildirib ki, əgər bunu etməsələr, indiyə qədər heç vaxt görmədikləri problemlərlə üzləşəcəklər. Amma görünür, Ağ Ev rəhbərinin bu açıqlamaları İranı qorxutmur. Çünki danışıqların ləğvi ilə bağlı xəbərlərdən sonra İran parlamentinin deputatı deyib ki, referendum keçirilsə, xalqın 70%-dən çoxu danışıqlar əvəzinə mübarizə aparmalı olduğumuza səs verəcək. Bu baxımdan Tehran regiondakı proksi qüvvələr vasitəsilə paralel gərginlik ocaqları yaratmağa fokuslana bilər ki, bu da birbaşa qarşı durmanı yayaraq Birləşmiş Ştatların resurslarını bölməyə hesablanıb. İkincisi, enerji təhlükəsizliyi üzərindən təzyiqdir. İran Hörmüz boğazı kimi kritik nöqtələrdə risk səviyyəsini artıraraq qlobal bazarlarda şok effekti yarada bilər. Düşünürəm ki, İran raket və pilotsuz uçuş aparatları ilə bağlı gözlənilməz taktiki yeniliklərini nümayiş etdirə bilər. Tehran son illərdə bu sahədə ciddi irəliləyiş əldə edib və sürpriz dedikdə daha çox kütləvi koordinasiyalı və müdafiə sistemlərini yoran hücum modelləri nəzərdə tutulur. Həmçinin nüvə proqramı ilə bağlı strateji qeyri-müəyyənliyin artırılmasını da istisna etmirəm. Bu da danışıqlarda ən güclü rıçaq rolunu oynayır. Yəni toqquşmaların yenidən başlaması realdır. Lakin bu yüksək intensivli, qısa müddətli total müharibə kimi yox, mərhələli və idarə olunan eskalasiya kimi inkişaf edə bilər. Əksər qlobal nəşrlər də iddia edirlər ki, tərəflər birbaşa toqquşmadan yayınmağa çalışaraq proksi və uzaq mənzilli zərbələr üzərindən təzyiqi artıracaqlar. Uzanan müharibədən isə kim daha az itirsə, o qalib çıxacaq.